Salam həzrətlər, hər vaxtınız xeyir. 3 dənə bizim maraqlı bir sualımız var, onların həlli ilə bugün tanış olacağıq. Suallardan biri deyir ki, m-in hansı qiymətində mx kvadrat plus x minus 8m plus 4 bərabər 0 tənliyin köklərindən biri 2 olur. Tənliyin kökünü tapanda biz bilirik ki, x-i tapmalıyıq. Tənliyin kökünü bizə 2 veribsə, yəni x-in qiyməti 2-dir. X-in qiymətini 2 tapmışıqsa, aparıb verilmiş tənlikdə yerinə yaza bilərik. Olacaq da m vurulsun 2'nin kvadratı plus 2 minus 8m plus 4 bərabərdir 0. 2'nin kvadratı 4, 4m. Üstə gəldi 2 çıx 8m plus 4 bərabərdir 0. 4m və mənfi 8m verəcək bizə mənfi 4m. 2 və 4 olacaq 6 bərabərdir 0. Mənfi 4m bərabərdir mənfi 6. M də bərabərdir. Mənfi 6 mənfi 4'ə bölsək olacaq 1,5. M-in qiyməti olacaq 1,5. İkinci sualda çevrə ilə bağlı bir sualdır. Bizə çevrə verib. Çevrənin 2 dənə toxunanı çəkilmişdir. BT və TP bir-birinə bərabərdir. Onda biz deyə bilərik ki, bax, verilmiş üçbucaq bərabər yanlış bucaqdır. Biz deyə bilərik ki, bərabər yanlış bucaqdır. Alfadsa alfa olacaq. Demək, TAB bucağını isə 80 dərəcə verib. Verilmiş bu bucaq 80 dərəcədir. Bizdən də BTA bucağını istəyir. Bilirik ki, burada verilmiş TBA bucağı daxili bucaqdır. Daxili bucaq alfadsa onun söykəndiyi qövs olacaq 2 alfa. Bu qövs 2 alfadır və TP toxunanı ilə TA vətəri arasında qalan bu bucaq həmin o ayrılmış qövsün yarısına bərabərdir. 2 alfanın da yarısı alfa olacaq. Demək, verilmiş bu bucaqda oldu alfa. 80 də qonşusu nə qədərdir? 100 dərəcə. Onda TAP üçbucağının daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Alfa üstə gələk 100 bərabərdir 180. Buradan 2 alfanı tapırıq 80, alfa da olacaq 40. Alfanı 40 dərəcə tapmışıq. Bura oldu 40 dərəcə. Onda deyə bilərik ki, TAB üçbucağında daxili bucaqların cəmi 180 dərəcədir. 40 və 80'in cəmi 120, T bucağına da düşəcək 60 dərəcə. 180 olmaq üçün olur 60 dərəcə. Cevap oldu D variantı. Üçüncü sualımız da yaxşı sualdır, maraqlı sualdır. Oxşarlıqla bağlı olan bir sualdır. Demək, düzbucaqlı üçbucaqda KM AC-yə perpendikulyardır. AB 20, BC 15, AK 10 olarsa KM parçasının uzunluğunu istəyir. Demək, AB verib 20, bura 20, BC 15. Biz verilmiş düzbucaqlı üçbucağa görə deyə bilərik ki, AC-nin kvadratı bərabərdir 20'nin kvadratı plus 15'in kvadratı. Yəni AC kvadrat bərabərdir 400 üstə gələk 225. AC kvadratda alınacaq 625. AC də olur 25. Yəni nəyin kvadratı 625'dir? 25'in. AC-ni tapdıq 25. AK-nı da bizə nə qədər vermişdi? 10. AK 10'dur. Bu isə 10'dur. K M parçasını istəyir bizdən. Bəli, K M parçası X. Demək, biz burada nə edə bilərik? Biz A bucağını bir alfa götürsək və K bucağını da beta götürsək.
onda alfa plus beta cəmi olmalıdır 90 dərəcə. Çünki bu AKM üçbucağında AKM üçbucağı düz bucaqlı üçbucaqdır. Bu bucağımız 90 dərəcədirsə, yerdə qalan digər iki bucağın da cəmi 90 olmalıdır. Alfa plus beta cəmini 90 tapdıq. Verilmiş ABC üçbucağında da, yəni bu böyük üçbucaqda isə işarələyək bunu. Bu üçbucaqda isə bucağımızın yenə biri olacaq alfa, biri 90-dırsa, digər C bucağımıza düşəcək beta. İndi baxırıq ki, verilmiş bu ABC üçbucağının bucaqları alfa, beta və 90 dərəcədir. Həmçinin AKM üçbucağının da bucaqları alfa, beta və 90 dərəcədir. Onda bucaqlar eyni olduğu üçün deyə bilərik ki, üçbucaq AMK oxşardır üçbucaq ABC-yə. Bu oxşarlığı göstərmişiksə, onda əgər oxşardılarsa, uyğun tərəflərin nisbətləri bərabər olmalıdır. Demək, bu üçbucaqda x lazımdır bizə. X hansı bucaqdır? Alfanın qarşısında, daha doğrusu x hansı tərəfdir? Alfanın qarşısında duran tərəfdir. Onda alfanın qarşısında duran x-in ABC üçbucağının alfasının qarşısında duran 15-ə nisbətinə bərabər olacaq. AKM üçbucağında 90-ın qarşısında duran 10-un ABC üçbucağında 90-ın qarşısında duran 25-ə nisbətinə. Çarpaz eləsək 25x bərabər olacaq 150, x də bərabər olacaq 6. Cavabımız oldu 6.